Salam yoldaşlar. Bu videoda Excel'də işinizi asanlaşdıracaq növbəti bir funksiyanı sizlərə göstərmək istəyirəm. Tutaq ki, sizin əlinizdə belə bir cədvəl var. Bu cədvəldə şəxslərin ad soyadları qeyd olunur. Onlara gün ərzində 3 dəfə iş tapşırırsınız və yekunda bu işləri bitirib bitirmədiklərini rahat şəkildə görmək istəyirsiniz. Bunun üçün sadə və qısa yolu var. Təbii ki, kiçik cədvəllərdə əl ilə daxil etmək olar, amma cədvəliniz böyük olduqda bunun üçün bir qısa yola ehtiyac olur. Bunun üçün qeyd olunan hissəni aktivləşdirirsiniz. Yuxarı tabdan Insert tabından Checkbox hissəsindən təsdiq qutuları əlavə edirsiniz və yekun hissəyə klik etdikdə mənim qeyd etdiyim bu düsturu əlavə edirsiniz. Enter-ə klik edirsiniz. Həmin bu xanaya tətbiq olunmuş funksiyanı digər xanalara da tətbiq edirsiniz. Artıq təsdiq hissəsində 3 xana 3-ü də seçildikdə tamamlandı söz yazılacaq.